Sabah 2026 Dünya Çempionatının finalıdır və yəqin ki, siz bu şəkli artıq bir neçə dəfə görmüsünüz. Məncə futbol sadəcə bir oyun deyil, belə təsadüfləri ilə gözəldir. Gəlin bu şəklin hekayəsi ilə tanış olaq. Barcelona Futbol Klubunun 2007-yə qədər forma sponsoru yox idi. Klub həmin il qeyri-adi bir şey eləyir və BMT Uşaqlar Fonduna illik 1.5 milyon dollar ödəyərək onların loqosunu, yəni UNICEF-i öz formasında istifadə etməyə başlayır. Bundan sonra Barcelona və UNICEF bir çox xeyriyyə kampaniyasında birlikdə yer alırlar. Elə həmin kampaniyalardan birində Kataloniyada yeni doğulan körpələrlə Barcelona'nın gənc futbolçuları bir araya gətirilir. Həmin gün Sheila Ibana yeni doğulan körpəsi Lamine Yamal ilə studiyada idi. Yamalı balaca bir vannaya qoyurlar və bəxtlərinə düşən futbolçunu gözləyirlər. Qapıdan içəri girən adam isə Lionel Messi olur. Həmin vaxtlar hələ 20 yaşında olan Messi Lamine Yamal ilə vannanın içərisində oynayır və şəkil çəkdirirlər. Bu hadisədən düz 19 il sonra iki eyni adam Dünya Çempionatı finalında üz-üzə gələcək. Bəlkə də bunların heç biri təsadüf deyil. Siz də oyun barədə öz hesab təxminlərinizi yazmağı unutmayın. Səhifəmi izləyərək mənə dəstək ola bilərsiniz. Sağ olun.